Salam uşaqlar, OTK-nın 26-10 ay 2025-ci ildə həyata keçirdiyi blok sınağının izahı ilə tanış olacağıq. 31-ci test tapşırığımızda tarixi proseslərin ardıcıllığını tamamlayan bəndlərin müəyyən edin yazılıb. Biz hadisələrə baxdıqda ərəblər arasında siyasi dini birliyin olmamasını, Bizans-Sasani müharibəsini və sonunda isə Misri müsəlmanlar tərəfindən fəth edilməsini görürük. Misri müsəlmanlar tərəfindən fəth edilməsi bilirsiniz ki, Rəşidi xəlifələri dövründədir və deməli bizim ən sonuncu hadisəmiz təxminən 661-ci ilə qədər olmalıdır. İndi bizim burada çıxacağımız cavablar var. Baxın, E variantda İspaniyanın fəth edilməsi yazılıb. Bu 711-ci ilə aiddir, Əməvilər dövrünə aiddir. D variantda Kordova xilafətinin yaranması bu Abbasilər sülaləsinin dövrünə aiddir 756-cı ilə. Sonra B variantında Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi yazılıb. Bilirsiniz ki, bu da 661-ci ildir. Yəni Misirdən sonraki hadisələrdir. A variantında bütün ticarət yollarını Bizansın əlinə keçməsi tamamilə yanlış cümlədir. Qalır bizim C variantımız. Elə Bizansda Sasani Yəmən uğrunda mübarizə aparırdı və bundan sonra ərəblər başa düşürlər ki, belə deyək də, artıq birləşməyə vaxtıdır, dövlət yaratmaq vaxtıdır, ümumi düşmənə qarşı birləşmək lazımdır və birləşirlər, ərəb dövlətini yaradırlar. Ondan sonra Rəşidi xəlifələr dövründə Bizans və Sasani qüvvələrini məğlub edirlər. Suriyanı, Misri, Fələstini, bütün Ərəbistanı falan filan ələ keçirirlər. Bunu bilirsiniz zaten. Cavab olacaq C variantı. 32-ci test tapşırığımızda sadə sualdır. Burada cavab A variantı olacaq. Hindçani görən kimi biz bunu qeyd edə bilərik. 33-cü test tapşırığımız da maraqlı suallar silsiləsindəndir. Xəritələrdə göstərilən ərazi dəyişikliyi nəyə əks etdirir? Biz xəritəyə baxdıqda uşaqlar Azərbaycanın şimalda Arranın yazıldığını, mən elə fikirləşdim ki, bura Arran yazılıb. Burası Azərbaycanın yazıldığını görürük. Deməli, bilirsiniz ki, bu ifadələr nə zamana aiddir? Əlbəttə ki, 7-ci əsrə aiddir. Yəni, Ərəb xilafətinə aid olan bir məsələdir. O dövrdən etibarən artıq Azərbaycan adı falan hallanmağa başlayır. Sağ tərəfdəki xəritədə isə biz artıq belə bir xəritə görürük. Baxın, bu qara işarələr paytaxt şəhərlərin olduğunu göstərir. Təbrizin, Şamaxının və deməli, Gəncənin. Deməli, Azərbaycan arasında bir neçə dövlətin olduğunu göstərir. İndi baxaq xəritələrə, daha doğrusu sualın şərtlərinə. A variantında bir dövlət halında birləşməsi yazılır. Bu yanlışdır. Bir dövlət olsa bilirsiniz ki, 3 dənə paytaxt şəhər ola bilməz. Bir paytaxt olmalıdır. B variantında Azərbaycanda xilafətin hakimiyyətinin başa çatması, dövlətçilik əlləri dirçəlməsi. Elə cavabımız bu olacaq uşaqlar. B variantı olacaq. Bilirsiniz ki, Xürrəmlər hərəkatı nəticəsində xilafət zəifləmiş, parçalanmış və Azərbaycan ərazisində yeni dövlətlər yaranmışdı. Xüsusilə də Şirvanşahlar dövlətinin yaranması ilə biz dövlətçilik əllərinin dirçəlməsini görmüş oluruq. Aydındır. Mən elə fikirləşirəm ki, burada cavab B variantı olacaq. C variantında vahid Azərbaycan dövlətinin dağılması. Burada elə vahid dövlət yox idi həmin dövrdə. İşğalçı dövlətin mövqeyinin sarsılması doğru fikirdir. Amma Atropatena və Albaniya yanlış fikirdir. Çünki bilirsiniz ki, bu dövlətlər eradan əvvəl 4-cü əsrdə yaranıb. Elə E variantda həmin fikirdir. Makedoniya İskəndərin imperiyasının dağılması nəticəsində Atropatena və Albaniya kimi dövlətlər yaranmış və yerli dövlətçi qənlərimiz bərpa edilmişdir. Amma yuxarıda verilmiş xəritə ilə bu variantların əlaqəsi yoxdur. 34-cü test tapşırığında Əhəməlilərin imperiyası dövründə bilirsiniz ki, Əhəməlilər eradan əvvəl 550-330-cu illərdə belə deyək, Azərbaycan Əhəməni imperiyasının tərkibində olub. Baxırıq ki, burada İskiti görən kimi bunu çıxırıq. Cənub torpaqları imperiyanın tərkibində deyildi, əksinə daxil idi. Əhali siyasi proseslərə qatıla bilirdi, burada bilmirdi yazılıb. Şimalda isə sosial bərabərlik yox, əslində bərabərsizlik vardı. Hətta deyil, təbəqələşmə güclənmişdi Əhəməni imperiyası dövründə. Cavab olacaq C variantı. 35-ci test tapşırığında qədim Misrə aid olanları tapacağıq. Baxın, yad düşmən görürük, bu Hindistana aiddir. Vahid dövlət yaradılarkən Fiv yox, Memfis idi paytaxt. Ali məmur Çati təsərrüfat işlərində baxırdı. Baş komandan Firon idi. Ona görə cavab olduğuna D variantı. Biraz tez-tez deyirəm, uşaqlar, yəqin ki, nəzərə alarsınız. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid ümumi cəhətdir. Kəndlərin çoxu feodallardan şəxsə, bizdə şəxsi asılılıq olmayıb, bilirsiniz ki, iqtisadi asılılıq olub. Feodalların xüsusi təsərrüfatı bizdə yox idi, Avropada var idi. İbtidai icma quruluşunun dağılması yox, quldarlığın dağılması nəticəsində yaranmışdı. 17-ci əsrdə başa çatan isə Avropada idi, bizdə 19-cu əsrdə başa çatmışdı. 1000 ildən çox davam etmişdi, doğrudur. Yəni Azərbaycanda 3, 19, Avropada isə 5, 17, indi öz hesablayarsınız da. Cavab D variantıdır. 37-ci testdə xəritədə paytaxtları göstərilən. Baxın, Qəbələ haranın paytaxtı olub? Albaniyanın, Qazaka isə Atropatenanın, düzdürmü? İndi bizə soruşur ki, Atropatena və Albaniya dövlətlərinin ümumi cəhətini tapın. Biz baxırıq ki, nəyə? 3-cü yüzün əvvəllərində yaranmışdır? Xeyr. Bu hər iki dövlət eradan əvvəl 4-cü əsrdə yaranıb. Selevki dövlətinin müzundan məruz qalan Atropatenadır. Midiyan süqutu nəticəsində müstəqil olmuşdu. Xeyr. Bunlar Makedoniyanın parçalanması nəticəsində yaranmışdı. Bizansdan Xəzər xaqanlığında Atropatena görməyib. Cavab qaldı E variantı. 38-də qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir deyir. İlk diktator Oktavian deyil, Oktavian ilk imperator idi.
Bütün İtalyan işğalı başa çatdırılıb eradan əvvəl 3-cü əsrdə. Bu isə padşahlıq deyil, respublika dövrüdür. Karfagen dövləti ilə müharibə başladı. Makedoniya uğrunda, xeyr, Siciliyada uğrunda. Respublika dövründə ölkəni idarə edirdi imperator. Bu da müəyyən müddətə seçilmiş şəxslər tərəfindən idarə edilirdi. Bu da yanlışdır. Cavab qaldı nə? E variantı. Aydındır. 39'da Lulu və Kuti dövlət qurumlarından fərqli olaraq Arapda dövlət qurumu. Bu da nisbətən sadə sualdır. Baxın, yadda saxlayın ki, Arapda dövlət qurumunun digər dövlət qurumlarının əsas fərqi məhz 3-cü minilliyin birinci yarısında, yəni ilk yarısında yaranmasıdır. 39'da C olacaq. 40-cı sualımızda da biz baxacağıq nəyə? Baxın, burada biz Qara dənizi görürük. Burada Aralıq dənizini görürük. Biraz bu tərəfə gedən kimi İspaniya, Pireneyi falan görürük. Yəni Cəbəl Tariq boğazı, bu tərəfdə İspaniya. Bu da bizə nəyə belə deyə gətirib çıxarmağa imkan verir? Təbii ki, 8-6-cı əsrlər Yunan koloniyalarının qurulmasına. A variantı. 41-ci test tapşırığımızda deməli, uşaqlar, burada bizim yenə də çıxmalı olduğumuz cavablar var. Yəni nəyi? Biz biri burada çıxmalıyıq. Çünki vulkan püskürməsi nəticəsində Mikene yox, Krit mədəniyyəti məhv olmuşdu. Mikenalı bilirsiniz ki, Dori tayfaları deməli süquta uğradıblar. Deməli, biri biz buradan çıxdıq. Bir də 3'ü çıxacağıq. Solon islahatların nəticəsində Attikanın bütün sakinləri yox, bütün kişi sakinlərindən söhbət gedir. Cavab qaldı C variantı. 42-ci sualımız da sadə sualdır. Deməli, Azərbaycanda xilafət dövründə ifadələrin, izahların doğru verildiyi sətirləri tapacağıq. Baxın, çıxdaşla yenə tapacağıq. 4'ü biz buradan çıxacağıq. Niyə? Çünki xərac məhsul vergisi idi. Hərbi qulluğa görə verilən mükafat, bir növ biz buna iqtanı qeyd edə bilərik. Ondan sonra cizyə isə müsəlman olmayanlardan alınan vergi idi, can vergisi idi. Bu da torpaq mülkiyyət forması deyildi. Cavab qaldı D variantı. 43'də Avropada feodal münasibətlərin yaranmasında müşahidə olunurdu. Baxın, birinci cümlə tamamilə yanlışdır. Bilirsiniz ki, Romada birinci respublika olub, yəni padişahlıq respublika, sonra imperiya olub. Ona görə biz biri buradan cavablardan çıxmalıyıq. İkinci isə suvarma sistemlərə dövlət ixtiyarında olmasının, yəni belə deyək, feodal münasibətlərlə məncə hər hansı bir əlaqəsi yoxdur. Amma C və D variant, daha doğrusu 3 və 4 isə bizim doğru cavabımızdır. Hətta bu cümlələrə siz dərslikdə rast gələ bilərsiniz. Sonra 44-cü test tapşırığımızda Azərbaycanın şimal və cənub torpaqlarının Sasanilər dövləti və Ərəb xilafətinin tərkibində birləşdirilməsi nəticəsində nə olacaq? Deməli, baxın, xristianlıq yayılması üçün şərait formalaşacaq. Biz bunu çıxırıq cavablardan. Azərbaycanda deməli, Azərbaycanın türk ədəbi dilinin formalaşması başa çatdı. Bu cümlədə yanlışdır. Nə olacaq? Cavabımız 1 və 4 olacaq. Etnik mədəni birliyi təşəkkülü baş verəcək, əhali sıx birləşəcək. D, A variantı. Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin varlığına son qoymuş tarix şəxsiyyətlərinin adlarının ardıcıllığını tapacaq. Deməli, Saci, Salari, Rəvvadi. Baxaq. Deysəm, Saci hökmdarıdır. İbrahim ibn Məhəmməd yox, İbrahim ibn Mərzban son qoyub. Düzdürmü? Bəli. İbrahim ibn Mərzban deməli, bir getdi. Əbülhica Rəvvadi dövlətinin yaradanıdır. Bu da yanlışdır. 2. Alparslan, üzr istəyirəm uşaqlar. Deməli, Saci, Salari, Rəvvadi dövlətlərinin varlığına son qoyan. Deməli, baxın, Sacilərə son qoyan, belə baxaq da, Mərzban ibn Məhəmməddir. Salarilər dövlətinə son qoyan 981-ci ildə Əbülhica Rəvvadidir. Rəvvadilər dövlətinə son qoyan da kim olacaq? Alparslan. Cavab oldu 3, yəni B variantı. Burada biraz qarşılıq salacaqdım. Yarı yoldan döndük. Məzdəklər hərəkatı ilə Xürrəmlər hərəkatına aid ümumi cəhət deyil. Burada təbii ki, nə olacaq? Mən sizə deyim. Azərbaycanın cənub torpaqlarına təsir etmişdir. Əlbəttə ki, istisnasız. Ədalətli cəmiyyət qurulması hər ikisinin oxşar cəhətidir. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdir. Nə olacaq? Hər ikisi oxşar cəhətdir. Əhali arasında geniş müsət halında yatırılmışdır. Bu da hər ikisi üçün oxşar cəhətdir. Birinci min ikinci yarısda başlamışdır deyir. Baxın, birinci minillik belə deyək də 501-dən başlayır ikinci yarısı. Məzdəklər hərəkatı 481-ci ildə başlamışdı. Bu birinci minillik ikinci yox, birinci yarışına təsadüf etdiyi üçün bizim cavabımız D variantı olacaq. 47-ci sualımızda Azərbaycan torpaqlarında yaranmış İskit şahlığı, Urartu ilə müharibədə İranzu. İranzu baxın 8-ci əsrdə hakimiyyətdə olub. İskit padşahlığı 7-ci əsrə təsadüf edir. A variantı ola bilməz. Urartu dövlətinin varlığına son qoyan Midiyalılardır. Bu da yanlışdır. Manna ilə ittifaq qurub Assuriya hücum etdi. Bəli. Bu artıq bizim hamımızın əzbər bildiyi, demək olar ki, hər sınaqda bu məsələyə toxunulur. Bunu artıq uşaqlar siz əzbərləməlisiniz. C variantı olacaq. Assuriya dövlət tərəfindən xeyr, Midiya tərəfindən yerli Alban tayfalarını sıxışdırıb regiondan çıxartdı. Bu da təbii ki, yanlışdır. Hətta təzə nəşrlərə görə bəs Alban dövləti İskit, İşquz şahlığının dövlətçilik ənəllərindən varisi hesab olunur. Sonra 48-ci testimizdə Albaniya xristianlığı yayılma mərhələləri yazılıb. Birinci mərhələ bilirsiniz ki, apostol dövrüdür, həvari dövrüdür. 1-ci əsrdən
Deməli 313-cü ilə qədər davam eləyib. 1-ci əsrdən 313-ə. Sonrakı əsr isə 313-dən başlayır. Buna da Yunanpərəst mərhələ deyirlər. Deməli, baxaq indi biz. Aquen kilsəməsi 488 olduğuna görə bu dövrə düşmür. Yunanpərəst mərhələ 2-ci mərhələ olduğuna görə bu dövrə düşmür. Deməli, 1-ə bizim təkcə C variantımız qaldı. O da elə də A variantı. 4-cü əsrə qədər davam etmişdir. Bu doğrudur. 1-ci minilliyin ilk yarısına da uyğun gəlir. Doğrudur. Yəni 313-dən başlayıbsa 2-ci mərhələ deməli uyğun gələcək. Hökmdar Urnayarın xristianlıq dövlətini etməsiyle başlamışdı. Bu da doğrudur. 313-cü il. Apostol dövrü dediyimiz kimi 1-ci mərhələdə olacaq nə? A variantı. Sonra 49-da Manna dövlətinin Asturiya dövlətinə münasibətlərinin pozulma səbəblərini soruşur. Manna'nın İskit padşahlığı ilə yaxınlaşması istisnasız. Azanın Asturiyadan bu belə bir şey yanlışdır. Aza beləmə nə yatdı ki, nə də yuxu görsün. Ulusunun Urartudan kömək alması, bu da doğrudur. Midyada Asturiyalı üsyanların düzdür. 1-3-4 adı uşaqlar burada cavab. Midya hökmdarı Asteyagın Ahşeriyə yardım göndərməsi. Bunlar heç tarixi zaman baxımından da Asteyagdan Ahşeri üst-üstə düşmür. Cavab olacaq C variantı. Sonra 50-ci testimizdə Böyük Hun və Qədim Çin dövlətləri. Yəqin ki, bunun oxşar cəhətlərini soruşur. Şimaldan gələn hücumlara qarşı böyük Çin səddini tutmuşlar. Bu Çinlilərə aiddir. Eradan əvvəl 3-cü yüzilliyin 1-ci yox, 2-ci yarısında yaranmışdı hər ikisi. Makedoniyalıların şərqə yürüşünü dayandırmışlar. Belə bir söhbətdən, belə deyək, söhbət gedə bilməz. Bir-birlə davamlı mübarizə aparmışlar. Əlbəttə ki, cavab olacaq D variantı. 51-də Eyler-Venn diaqramını tapacağıq. Mihraqula xan və Buming xaqan. Mihraqula xan bilirsiniz ki, deməli, Buming xaqan daha doğrusu Göytürk dövlətini yaratmışdı 552-ci ildə. Mihraqula xansa Axund dövlətinin ən qüdrətli hökmdarını hesab olunur. Və hər ikisi 6-cı yüzillikdə hakimiyyətdə olmuşdular. Deməli, 3-ə A mütləq olmalıdır. Bizans üzərində dağıcı yürüyüş etmişdilər. Xeyr. Yenə də burada həmin cümləni təkrar edirik. Buming xaqan nə yatdı ki, nə də yuxu görsün ki, Bizansın üzərində hücum edən. Bizansın üzərində hücum edən kim idi? Bəli, İstəmi xan idi. Cavab oldu C variantı. Yoxlayaq indi. Deməli 6-cı yüzillik oxşar oldu. 2-yə BD çıxır. Yeni dövlətin əsası Göytürk. A-şın əsasından doğrudur. 3-ə də deməli 1-ə də nə çıxır? E variantı Hindistan, bəli, şimal-qərbi çıxır. Doğru uşaqlar. Sonra 52-ci testimizdə Manna dövləti yaranmışdı. Zammu hakimlərinin birləşdirmə səyləri nəticəsində, bəli, ola bilər. Baxın, burada İranzun görürük, bunu çıxırıq. İranzun dövründə zaten dövlət yaranmışdı. Biri də cavabımıza gətiririk. İndi baxırıq 2 ilə 5-ə. Asturiya hücumlarından qorunmaq zərurətindən müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə. Bu yəqin ki A variantı olacaq burada cavab. Asturiya hücumlarından qorunmaq zərurətindən. Meylə fikirləşirəm. Müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə. Xeyr, elə A olar yəqin ki burada, bəli. 53-də 1-ci minilliyin ilk yarısına aid olanların müəyyən edin deyir. 1-ci minilliyin ilk yarısı bizim eranı soruşur özdə. Atropatena eradan əvvəldir. Albaniyada Aquen kilsə məclisi 488 doğrudur. Azərbaycanda Pəhləvi yazısının istifadə edilməsi bu da doğrudur. Şamaxının Sündü kəndində günbəzli məscid 920-ci ilə aiddir. Bu isə 1-ci minilliyin sonları, hətta deyəlim 2-ci yarısı desə daha doğru olar. Cavab oldu 2-3. 54-də Şumerlərin tarixinə doğru fikirləri tapın. Şumer şəhər dövlətlərində idarətin əvvəllər teokratiya əsaslanırdı. Bu doğrudur. Eradan əvvəl 7 Misirdən gəlməmişdilər. Bunlar Altay dağlarından gəlmişdilər. Şəhər dövlətlər Luqal adlanan Kahin tərəfindən idarə edilirdi. Bu da şəhər dövlətlər Luqal yox, deməli Ensi olacaq burada. Luqal kahin deyil, hökmdar olmalıydı orada. Çünki sonradan bunlar hökmdara çevrilmişlər. Həmin o dini kahinlər Luqallara çevrilmişlər. Tarixdə ilk yazılı qanunlar yaradılmışdı. Bəli. Məsələ burada cavab 1-4 olacaq. 1-4. Sonra 55-ci test tapşırığımızda xronoloji arızalığı tapacağıq. Albaniyada Mehranlər sülaləsinin hakimiyyətə gəlməsi 630-cu il. Şirvan Dərbənd hakimi Şəhriyarın ərəb sərkərdəsi sülh bağlaması bu təxminən 600 belə deyək 44-45-ci ilə təsadüf edir. Ərəblərin Sasanilər üzərində ilk hücumlarının başlanması da 600 ilə 33 desək kifayət eləyər. Məncə 1-3-2 desək burada heç bir problemimiz olmaz bizim. Erkən Tunc və ilk təmir dövrlərinə aid ümumi cəhətlər, sürü suvarmadan istifadə edilməsi doğrudur. Köçmə yaylaq maldarlığı Erkən Tunc dövründə yaranıb, əhəmiyyəti itirməsi yanlış cümlədir. Metaldan əmək şahitləri də doğrudur. 1-3. Bu sadə sualdır, elə bilmə. Sonra 57-də Qaraxanlı dövləti və Qəznəvi dövləti. Burada biz nə eləyəcəyik uşaqlar? Baxın, əsas rəqibi Uyğur xəqanlığıdır. Bunu çıxdıq. Banisi Sultan Teymurluğa görə ilk Türk hökmdarı bilirsiniz ki, Sultan Mahmud Qəznəvidir. O da banisi deyil. Adında ən güclü hökmdardır. Bunu da çıxdıq. İndi deyəcəm.
Əfrasiyab sülalesi tərəfindən tanınırdı. Bu Qaraxanlıdır. 10-cu yüzilin birinci əsrdə 2 yerə parçalanıb. Qaraxanlı dövlətindən söhbət gedə bilər burada. Qaraxanlı dövləti 11-ci əsrdir, 1042-ci ildir. 2 yerə qaldı. Mahmud Qəznənin dövründə bunlar himayə edilmişlər. Bu mətin biraz maraqlı mətindir. Mətni yəqin ki oxumusunuz. Mən də oxumuşam. Sizin kimi. Ona görə cavabı bura yazacağım elə birbaşa. Sonuncu abzasda bəhs edilən narahatlığın haqlı olduğunu. Məsələn, haqlı olduğunu göstərən biz ikisini yazsaq. Birinci Slavyanların, yəni burada nə deyir? Deyir Xəzərdən sahilənə deyir, Xaqanlığın özünə yürüyüş edirlər, düzdürmü yönəllər? Nə olur? Məsələn, paytaxt İdil şəhəri tutur və digər şəhərlər qarət edilir. İkincisi isə elə Xəzər Xaqanlığı nə olur? Süqut edir. Ş yazdım amma eybi yox, süqut edir. Alimdir. İkincidə Babul Əvvab adına biz burada rast gəlirik. Babül Əvvab. Bu da bilirsiniz ki, hansı şəhərdir? Təbii ki, Dərbənd şəhəridir. İndi burada Xəzər Xaqanlığı deyir ki, mən yürüşdən qarşına ala bilmirəm. Əgər mən olmasam sizin başda bəlalar gələr falan filan dedi. Bunu demək istəyir. Dayandırmadığı göstərən nümunələrdən ikisini yazın. Mən elə başa düşürəm ki, burada məsələn biz birinci ilə məsələn 944-cü Slavyanların Bərdə şəhərini qarət etməsini qeyd edə bilərik rusların. Və yaxud da ondan əvvəlki hadisələrdən məsələn 909-u deyə bilərik, 910-u deyə bilərik. 910 deyə bilərik. Çünki 960-cı ilə qədərki hadisələri deyir. 960-cı il qeyd olunub burada. Burada da bunları qeyd etsək, məncə heç bir problem olmaz. İzlədiyiniz üçün təşəkkür edirəm.